Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar əzab çektiler, ne kadar əziyyət çektiler ama sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan, budur Azərbaycan xalqı. Ne kadar devletin gücü olsa, ne kadar silahı olsa, ne kadar düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir. O sinəsini qabağa verir. O ölümə gedir. Və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Bizim yaddaşımızdan və bugün onların ruhu şad. İşçi Xəbər Info və Inform TV sosial şəbəkə izləyiciləri. Bugünkü çəkiliş qrupumuz növbəti şəhidimiz olan Pərviz Balabəyevin evindədir. Hacıqabul rayonunun Vətən müharibəsindəki ilk şəhidi Balabəyov Pərviz Tofiqoğlu 1987-ci il iyunun 14-də doğulmuşdur. Beyləqan rayon 879 sayılı həmlə taborunda xidmət etmişdir. Vəzifəsi BMP 3 tuşlayıcı. Operator 2020-ci il sentyabrın 27-si Cəbrayıl istiqamətində düşmənin müdafiə xəttinin yarılmasında iştirak etmiş və bu yolda qəhrəmancasına şəhid olmuşdur. Hörmətli tamaşaçılar, biz növbəti şəhidimiz Balabəyov Pərvizin evindəyik. Hal-hazırda şəhidimizin anası yanımızdadır. Ana, şəhidimiz haqqında bizə nə deyə bilərsin? Nə deyirəm, ana kimi deyə bilərəm ki, oğlan vallahi elə oğul idi, vətənpərvər idi. Vətəni çox sevirdi. Ona görə də hərbiyə getdi. Getdi, 5 il idi orada qulluq edirdi də. 5 ildən sonra da müharibə başladı. Elə o günü də şəhid oldu, gəldi. 27-sində. Çox vuruşlarda da iştirak edib. Elə çox sevirdi vətənəm. Elə deyirdi həmişə ki, şəhid olacam. Heç müharibə yox idi onda. Müharibə ilə bir-birdən qəfildən olur. Həmişə deyirdi ki, mən şəhid olacam. Deyirəm, mən Pərviz. İndi müharibə yoxdur. Həmişə deyirdi, mən şəhid olacam. Ürəyində arzusu idi. Elə bir arzusuna çatdı. Pərviz necə oğul olub sizin? Çox axıllı olub. Allah'a andolsun çox axıllı olub. Ailəyə çox sevib. Bacısın, qardaşın, onlardan ötürü özünü öldürürdü. Lap yadlardan ötürü də. Elə hərəkət edirdi, elə bildim ki, hamısı doğmadığım üçün. İşə yarayan uşaq idi. Hər iş əlindən gəlirdi. O iş yoxdur ki, onun əlindən gəlməsin. Allah'a andolsun. Pərvizin bacısı qardaşı var da, özündən başqa. Bir qardaş var, Şahin. Necə qardaş olub bacısına qarşı? Qardaş, çox mehriban oldular, çox mehriban oldular. Elə bacısına yazır həmişə ki, mən heç bilmirdim. Bacısına deyir ki, mən şəhid olacam. Bir bacı, bir qardaş var da, Şahin'de bir də Künye. Pərvizdən başqa Şahin. Hə, İlk dəfə bu şəhid xəbərini 27 sentyabrda aldınız. Onda siz nə hiss elədiniz? valla biz almadıq. Elə bax, balkonun qapısını açmışıq. Elə orada cəmaatın görmüşəm, millətin qapının ağzında. Mən özüm belə keymişəm, qalmışam. Heç ağlamağı da bilmədim, heç qışqıra da bilmirdim. Elə bir ki, donub qalmışdım. Allah'a and olsun. Qəfil oldu, çox qəfil oldu. Bizə əvvəldən heç kəs deməmişdi. Balkonu açmışıq, hamı bilir, bütün küçə bilirmiş bizdən başqa. Şahingil də evdə yox idi, ailəsinə getmişdi. Elə o günü gəlmişdi, bir yarım saatda evə gəlmişdi. Bir də gördük ki, haykü düşdü. Ay Allah, nədir bu, başıma nə gəldi mən? Elə bir birinci mənim başıma da düşürdü. Hacıqabula birinci mənim uşağım şəhid gəlib. Özümüzü elə itirdik ki, bilmədik, heç bilmədik ki, nətər oldu. Elə o bildi ki, o sakitləşdirir, bu sakitləşdirir, hələ heç nə yoxdur, sakit idi. Amma gətirib çıxardıblar, evin içindədir, evin içindədir. Dedi, baxdı bana. Heç nə, bir gün qabaqdan, ya 2 gün qabaqdan, 2 gün qabaqdan danışmışdıq amma Cini balanın ağarsa, deyir ki, hər şey yaxşıdır. Amma daha demə hazırlaşırlarmış da, hər şey var imiş, bizə deməyib. Çox sirri adam idi, heç nəyə açıb deməzdi. Dünyada bir dənə ürəyin sirrini demirdi.
Biz o hərbi hissədə qalmırdı. Elə ev tutmuşdu, orada qalırdı. Oradan valla qadın var idi, gəlmişdi. Dedi Allah'a and olsun, bu bir də hörmət qazanıb ki, orada. Şeydi, halıydı. Beyliqan da hə. Beyliqan dedi. Çox hörmət, elə hamının işinə yarayan idi. Elə uşaq idi ki, arvad yad adam idi, o özünə bir divan tutdu gələndə ki, belə mətər qaldım. Özümü bitirdim, dedim nətər oldu. Uşağımı mən tanımamışam elə bir. Neçə ildir orada işləyirdi də. Pərviz qardaşımız indi hansı döyüşlərdə rəhmətə getdi? Cəbrayil qızam, Füzuli Cəbrayil vuruşub. Möhkəm də vuruşub. Gör nətər vuruşulmuş. Uşaqlar deyib ki, Pərviz bizə də saxladı. Qırma çox yaxşı vuruşub. Nətər döyüşdə, elə döyüşçü olub, çox yaxşı iştirak eləyib. Nədir? Heç istəməz gibi olsun, o elə uşaq idi, bir dənə dili ilə heç kəs incitməzsə, Allah hamd olsun. Heyecanlar öyle çok demiyorum, böyle diyebilirsen, yazmış şu bir şeyler var, yukarı saklayabilirsen. Bizim yanımızda Şahin qardaşımız da əyləşib. Pərvizin böyük qardaşıdır. Şahin, Pərviz haqqında bizə nə məlumat deyə bilər? Vallahi efendim Pərviz yaxşı qardaş olub, yaxşı insan olub, işlədiyi yerdə, iş yoldaşlarına o qədər necə deyim, köməkliklər göstərib ki, əli qabiliyyəti var idi, məsələn, nəsə xarab olurdu, kiminsə texnikasında düzəldirdi, kömək edirdi. Nə bilim, hamı valla onun iş yoldaşları gəlib gedirdilər, məsələn, bizə beləçini dəyirdilər, ziyarət edirdilər. Danışırdılar ki, yəni hərbi hissədə o adam yox idi ki, məsələn, qardaşımın o nəsə köməyi deyil. İndi nəsə başardığına görə o nəsə düzəltməyi, texnikada nəsə xarab olur. Beləncə, yəni hamıya köməyi dəymiş bir insandır. Qurban Allah'a indi, necə deyirlər, şəhid də hər adam olub da, yəqin ki, elə insanlar. Bəli, fəxr edirəm, qürur duyuram, necə deyirlər, elə də görənlər. Pərviz bildiyimizə qədər subay olurdu. Hazırlaşırdı. Allah bir gəldi material adamdı. Dedi ki, ürəyində var idi, ürəyində var idi. Aldı cavabda dedim ama bu material ile o günü cəmaət buradan balkondan hamısını daşıdılar, aşağı yığdılar. Materiallar almışdı, yığmışdı. Dedi ki, ev remont elə, mən gəlib evlənəcəm. Da bu belə. Qismət evlənmiş. Neyse. Ürəyi açıq idi ki. Getdiyi yerdə Allah'ım yol pulsunuzdan bir mən gedəndə görürdüm ki, birinin yol pulsu, onun yol pulsunu verirdim. O bir də ürəyi çox yumuşaq idi, həddindən artıq yumuşaq idi. Nə bileyim. Heç indi də 6 ilə keçim, mən indi də inanmıram ki, o yoxdur. Allah'ım da. Elə biləm haçansa gələcək. Orada işlədiyinə görə evində ayda bir dəfə gəlirdi. Həmişə sizi, Pərvizə sizin, məsələn, atasının oğlu kimi, sizin oğlunuz kimi bütün qohum əqrəbə dost tanış elə bilir də. İndi bu günləri sizləri Pərvizin sayəsində tanıyırlar. Siz bu hisslə necə hiss edirsiniz? Çox qürurludur. Qürurludur. Qürurlanmam ki, mənim oğlum şəhid olub. Vətən yolunda, torpaq yolunda. Torpağını çox sevirdi. Pərviz bir evdən getməyib. Bütün yəni elimizdən, obamızdan gedib. Hamımızın yəni qardaşı olub, evladı olub. Onunla fəxr eləməlisiniz, qürur duymalısınız. Yəni belə evladın valideynisiniz. Allah səbir verirsiniz. Onlar öz ayaqları üstündə durub. İki qardaş, ikisi öz ayaqları, ataları rəhmətə getdi, özləri öz ayaqları üstündə durdu. Sənə öz beşik olsun. Allah kömək olsun. Allah sizə də can sağlığı versin. Bir oğlu, bir adama bir xətərlər dəyinir. Nə sözlə, nə hərəkətlə, heç kəsə, heç nə. Ona bir adam belə məhtəl qaldır ki, pis. Ana olan ben bir dəfə mənə bala cavab qaytarmamışdı. Elə bilirdim ki, deyirdim, bu nə cür, bir də səhvini tapa bilmirəm ki, indi öpürəcəm. Görürsən, Pərviz nəsə deyib mənə. Acıqlı söz denənsə. Elə həmişə deyirdi, yaxşı olacaq, yaxşı olacaq. Axırda da bir oldu, ben nə bileyim, Allah'ın özü bilən məsləhətdir. Deyiblərlə ona görə ki, yarımçıq getdi bu həyatdan.
arzuları ürəyində getdi. Ürəyində arzusu qaldı. Ona görə biraz sevsinlər. Yoxsa oğul yaranıb ki, vətəni qorumaqdan ötürü. Vətən yolunda və oğlanlar vətəni qorumalıdır, torpaq almalıdır. Bir orada əslində deyirlər şəhid anası o mənim üçün nə edirsin deyər. Onsuz ürəyimizi aldı, nətər deyirlər, o dərdi çəkilirdi ürəyimizdə. Rayon başçısının diqqət və Bəli, bəli, çox sağ olsun, sağ olsunlar. Həmişə diqqət yetiriblər. Həmişə gəliblər, gediblər, nə lazımdır, hər şey, mən razıyam. Hamısına razıyam. Çox sağ olsunlar. Həmişə. Yox, gəlirlər, həmişə gəlirlər də, nə lazımdırsa soruşurlar da, hamısını. Allah var eləsin. Çox sağ olsunlar. Yox, sağ olsunlar. Həmişə biz razıyıq. Biz razıyıq. Siz də sağ olun. Allah köməyiniz olsun. Var olun. İndi də çox sağ olun. Qapımız həmişə açıqdır. Allah var eləsin. Çox sağ olun. Allah köməyiniz olsun. Valla bizə adam gələndə bizim ürəyimiz bir daha dönür. Elə bir ki, çox yaxşı təsir bağışlayır bizə. Çox sağ olun. Dəyərli hörmətli tamaşaçılar, bu gün növbəti ailəmizin qonağı olduq. 102 Xəbər İnfo və İnform TV-nin baş redaktoru Azər Xudayaroğlu, müxbir Şəlalə Cəfər qızı, informator İlahə Sadiq qızı. Az qəbul.